Hüseynov Natiq Bayramoğlu 1978-ci ilin avqustun 29-da Ağbaba mahalının Amaşlı rayonunun Elləkə kəndində anadan olmuşam. Ağbaba mahalı bizim çox dəyərli elimiz, obamız. Biz onu heç nəyə ifadə edilməz, əlbəttə mükəmməl bir sözlə. Alagöz dağının ətəklərindən Arpa çayı vadisi boyunca uzanan və Arpa gölünün ətrafını əhatə edən bu ərazinin dağlıq hissəsi Ağbaba və Qayğulu eli, aran hissəsi isə Şörəgil adlanır. Dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə yerləşən Ağbaba mahalı, qərbdən Ağbaba dağ silsiləsi, şimali qərbdən Türkiyənin Çıldır bölgəsi, şimaldan Axıl-Kələk, şərqdən isə Loru Pəmbəklə qonşu olan Qayğulu eli ilə əhatə olunub. Əgər bir dağ danışa bilsəydi, Qərbi Azərbaycan dağları mənə bu hekayəni danışardı ki, bizim orada babalarımızın, nənələrimizin hal-hazırda qəbri var. Onlar bizim üçün çox əzizdir. Mən ümid edirəm ki, əgər onlar danışsaydı, bizi geri çağırardılar. Bizi, bu Türk millətini, Azərbaycan xalqını geri öz qoynuna dəvət edərdi bizi. Qərbliklə həsrətin, sevgi ilə dərdin qoşa ömür sürdüyü bu nəğmə nə vaxt yaranır görəsən? Arpa çayının bu mahalı bölüb ayrılıq çayına çevrildiyi zamanlardanlar. Ondan əvvəlmi, sonra mı? Bulaq-bulaq, irmaq-irmaq, Çıldır, Ağbaba, Alagöz dağlarının sinəsindən qopan Arpa çayı neçə illərdir ki, buharayla axır. Bu dağları, yamacları bayatı havasına, tütək səsinə dolaşır. 3-cü sinifdə təəssüflər olsun ki, mənfur qonşumuz Ermənistanın təzyiqi nəticəsində öz dədə-baba torpaqlarımızdan didərgin düşdük. Mən oradan çıxarkən yaxşı xatirimdədir. 3-cü sinifdə oxuyurdum, qış ayı idi. Mən yaddaşımda çox mükəmməl, çox gözəl qalıb bizim Ağbaba mahalı. Kəndimiz yaddaşımdadır. Kəndimizin ziyalıları, insanları, oranın fəsilləri gözümün qabağına gəlir. Yayda bulaqlara gedərdik. Çox gözəl təbiəti var idi, yaylağı var idi. Bu bizim üçün heç asan olmadı. Mənim yadıma gəlir, biz və oradan maşına əşyalarımızı yükləyəndə, məsələn, mənim valideynlərim cavan olduğuna görə heç onu unuda bilmirəm. O bizim üçün böyük bir travma idi ki, mənim valideynlərimi yük yerində qoymuşdular ki, arxa tərəfdəki və kimsə maşını saxlasa, açıb baxsa, onlar cavan olduğuna görə onları görməsin. Biz 4 uşaq yük sürücünün arxa tərəfində, istirahət yerində idik, nənəmlə babam öndə idi. Biz çox çətinliklərlə Gürcüstana keçə bildik, dağların arasından. Hətta o vaxt böyüklər deyirdi ki, burada böyük qar olurdu. Nədənsə xoşbəxtliklə o vaxt yollar açıq idi. Biz oradan Gürcüstana gəldik. Neçə günlük yadımda qalmıyor. Hardasa 2 gün, 3 gün o yollarda biz çox çətinliklərlə deportasiya olduq oradan. Və bu heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Cənab Prezidentimizin bir sözü var. Ədaləti biz çox gözlədik Qarabağ üçün, amma ədaləti biz özümüz bərpa eləməliyik. Mən ümid edirəm ki, bizim bu fəaliyyətlərimiz, Qərbi Azərbaycan İctimai Birliyi, onun gəncləri, onun ziyalıları mütləq biz haqqımızı müdafiə eləməliyik. Biz çağırışlar eləməliyik. Biz özümüzdən sonraki nəsillərdə maarifləndirməliyik hökmən. Ki, bizim dədə-baba torpaqlarımız inşallah ümid edirəm ki, bir gün azad olacaq. Necə Qarabağ azad olacaq, eləcə də bizim dədə-baba torpağımız azad olacaq. Bunun üçün biz əlimizdən gələnin artıqlamasıyla bu işi görməliyik, özümüzdən sonraki nəsillərə də ötürməliyik. Elə bir şəklimiz vardı, təəssüflər olsun ki, o itdi, yoxsa cırıldı bilmirəm. Bizim evimiz kəndin aşağı tərəfində idi, girişində. Və belə bir şəkil var idi, kəndin girişindən bizim ev dağlara qədər və
dağın yuxarısında, ən yuxarısında babamgilin ev var idi. Təəssüflər olsun ki, mən istəyərdim ki, o şəkili kaş tapardıq, bərpa eləyərdik. O bizim albomda nəinki bir hissədir, hətta albomumuzun üst hissəsi, ön qapağı olardı. Mən o şəkil təsəvvür edirəm. Kəndimizin girişindən bizim ev ta kəndin üstündə babamgilinlərə qədər. Atamgilin şəkilləri var, babamgilin şəkilləri var. Bizim kəndin kitabında o çap olunub var. Var bəzi şəkillərimiz var ki, biz onu çox dəyərli bir varlığımız kimi qoruyub saxlayırıq ki, heç olmasa onlar sonraki nəsillərə ötülsün, görsünlər bizim kəndimizi, məktəbimizi, var elə şəkillərimiz. Bizim ictimaiyyətdən, şəkillərdən, müxtəlif köhnə video çaxlardan gördüyümüz deportasiyanın çox çətin anları var. Məsələn, bizim Qərbi Azərbaycanın ön hissəsi, hansı ki, Azərbaycanla Sərhəd Zəngəzur Göyçə mahalından qaçqın düşən bizim həmvətənlərimiz, soydaşlarımız bizi kimi olmadılar. Onlar çox acınacaqlı. Eynən mən bəzən Xocalı hadisəsinə, Xocalı soyqınına baxanda o günləri xatırlayıram. Deyirəm ki, bizim soydaşlarımız da bu əziyyətləri çəkdi. Əgər də bizim elə bir imkan olsaydı, o kadrları çəksəydik, Xocalı qədər biz əziyyət çəkdik və o qədər travma ilə, o qədər itkilərlə, biz zülümlə Qərbi Azərbaycan deportasiya olundu. İnsan nə qədər nailiyyəti də olsa, nə qədər akademik səviyyəsi də olsa, insan öz torpağına, keçmişinə bağlı olmalıdır. İnsan öz kökünün üstündə bir Azərbaycanlıyıq. Biz məcburuq dilimizi, adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi saxlayaq və gənclərimizə ötürək. Bunun üçün mən də özümü gənc hesab edirəm, hətta 40 yaşın üstündə olduğuma görə orta yaşda hesab edirəm. Biz hökmən gənclərimizə gücümüz çatan qədər yazdığımız kitablarla, hətta imkan olsa bir sənətli filmlərlə, bizim Qərbi Azərbaycanın adət-ənənələrini, Qərbi Azərbaycanın ərazisini, oradakı yaşayan insanları, oradakı oradan gəlmiş, oradakı ziyalılarımızın dilindən nə qədər maarifləndirici işlər görsək, nə qədər maarifləndirici bu filmlər çəksək, nə qədər belə böyük işlər görsək, bizim gənclərin ruhunu daha da aktivləşdirəcək və biz buna, mən özümü bir gənc kimi vəzifəli hesab edirəm. Bu bizim ən vacib işimizdir. Biz öz doğma torpaqlarımızı, adət-ənənələrimizi, hər bir keçmişimizi mütləq gənc nəslə ötürməliyik. Onların şuurunda biz bunu formalaşdırmalıyıq. Onlar oranı görməsələr də, onlar bizlərdən, biz necə ki öz ziyalılarımızdan öyrəndiyimizi, onlar da bizlərin gördüklərini yaddaşlarına yazmalıdırlar ki, bu bizim torpağımızdır, biz burada yaşamışıq, burada bizim nənələrimiz, babalarımız var və inşallah mən ümid edirəm ki, Qarabağ kimi Qərbi Azərbaycanda qayıdacaq bizə. Qərbi Azərbaycana qayıdış mənim üçün mükəmməldir. Yəni bu söz Qərbi Azərbaycana qayıdış, burada mübarizə aparmaq sanki böyük bir yoxluğu bərpadır. Yəni necə ki Qarabağa biz qayıtdıq, məscidlərimizi təmir elədik, necə ki orada əzan səsləri yüksəldi, təbii ki Qərbi Azərbaycana qayıdış, vətənimizə qayıdış, mən bunu sözlə ifadə edə bilmərəm. Bu bizim üçün bir böyük bir tarixi nailiyyət olar. İkinci, orada təzədən bir inkişaf başlayar. Yəni ki, bəlkə də biz bunu görərik, ümid edirəm görərik. Çünki Azərbaycan çox yaxşı inkişaf edir. Azərbaycan maşallah 44 gündə ərazi bütövlüyünü təmin elədi. Amma mən ümid edirəm ki, bu olacaq və biz oradakı köhnə evlərimizi, köhnə milli mənəvi dəyərlərimizi, binalarımızı bərpa edəcəyik inşallah. Təbii ki, mənim şəxsimdə, mənim mənəvi dünyamda böyük bir iz buraxdı. Təbii ki, bizim yurt dünyamızı tərk elədik. Hətta bizdə şəkillər var idi ki, bizim evlərimizi söktülər, yandırdılar. Təbii ki, daha orada nə ocağımız var, nə tüstümüz var. Onun yerinə təbii ki, bir göz yaşı buraxdı bizə. Bu mənim üçün ağırdır, acılıdır. Mən bunu unuda bilmərəm, unutmaq da istəmirəm. Özündən sonraki nəsillərə də, hətta evlatlarımızı da biz bunu aşılayırıq ki, bizim orada milli mənəvi dəyərlərimiz qaldı. Təəssüflər olsun ki, bizim dədə-baba torpaqlarımız orada qaldı və o adamların oradakı hal-hazırda məskunlaşmış bizim mənfur düşmənlərimizin orada heç bir haqqı yoxdur. Heç bir milli mənəvi dəyərləri yoxdur. Heç bir keçmişləri yoxdur.
o qədim Osmanlı torpağıdır, Azərbaycan torpağıdır, Qərbi Azərbaycanın bir hissəsidir. Mən ancaq bunu yazardım, bunu çatdırardım dünyaya ki, bu torpaq bizim torpağımızdır. Qərbi Azərbaycanı görməyən gənclərə Qərbi Azərbaycanı aşılamaq çox vacibdir. Gücümüz çatan qədər. Mən burada bir sərhəd tanımıram. Yəni ki, bizim köhnə, məsələn, mənim babalarımın qəbri var orada. Mənim babam Qasım Əfəndi. Məsələn, mənim nənəmin qardaşı babam Aşıq İskəndər Ağbabalı bizim kəndimizin ziyalısıdır. Məsələn, bu Qərbi Azərbaycanı aşılamaq torpaqlarımız, tariximiz, milli mənəvi dəyərlərimiz, sözlərimiz, dialektikamız, hər bir vəsaitlə, hər bir oradan gələn bizim ziyalılarımız var. Bizim balaca bir kəndimiz var idi, 60 evi var idi. Amma orada hər evə demək olar ki, 2 müəllim düşürdü. O qədər ziyalımız var bizim. Hər bir dəyərimizi yazmaq, hər bir tariximizi yazmaq, imkan olsa film çəkmək, təbliğat aparmaq, necə ki, bizim gənclər Qarabağın qayıdışını gözlərindən gördülər, canlı şahidi oldular. Həmin tərzdə Qərbi Azərbaycan qayıdarsa, nələr biz onlara göstərə bilərik? Hansı dağılmış məscidlərimizi, torpaqlarımızı, qəbristanlıqlarımızı, bunun hamısını tarixləşdirmək lazım, bunun hamısını sənədləşdirmək lazım. Samir bəy, mənim üçün Qərbi Azərbaycan hər şeydir. Mən çox müsahibə verə bilərəm, çox şey haqqında danışa bilərəm, amma bugünkü mövzu inanın ki, həyəcanlandırır insanı. Sanki ürəyimdən, sanki mən bu dəqiqə danışıram sizə, amma özümü Ağabada hiss edirəm. Çünki bizim vətənimizdir, bizim ora böyüdüyümüz yerdir, bizim ruhumuz, qanımız, hər şeyimiz orada bağlıdır. Ona görə onu ifadə etmək çox çətindir. Yəni ki, hər şey haqqında rahat danışmaq olur, amma bizim dədə-baba torpaqlarımız, bizim keçmişimiz, bizim milli mənəvi dəyərlərimiz, təsəvvür hər şey darmadağın olub. Yəni, Ağbaba mahalı heç nə yoxdur. Bu qədər ziyalı yetişdirilmiş bir dövlət, bir mahal, bu qədər, bizim kənd balaca bir kənddir, orada akademik çıxıb, professor çıxıb, müəllimlər çıxıb, yəni ziyalılarımız çoxdur. Çox danışmaq olar o haqda. Təəssüflər olsun ki, biz bunların hamısını itirdik. Bunlar o Ağbabada deyil, Azərbaycanın müxtəlif yerlərində səfərlənmişik, biz dünyanın müxtəlif yerlərində var. Təbii ki, bunu anlatmaq çətindir, amma mən ancaq onu ifadə edə bilərəm ki, bu acılıdır, yəni çox ağırdır bunu danışmaq. İnşallah gün o gün olsun ki, Cənab Prezidentimizin köməyi ilə, dəstəyi ilə biz Zəngəzurumuzu da, Göyçəmizi də və digər bizim Ağbaba mahalında qaytaraq öz torpaqlarımıza birləşdirək. Mən sizə minnətdarlıq verirəm Samir bəy, sizin kollektivə minnətdarlıq verirəm, bu çəkiliş, əziyyət çəkilirsiniz, təmənnasız, gəlirsiniz, çox minnətdaram, çox sağ olun, zəhmətinizi Allah hədər eləməsin və siz də bu işdə böyük iş görürsünüz, yəni bu fəaliyyətdə böyük yeriniz var, onu bilin.